Cümə surəsi. Ey möminlər, mənə inanmamısınız? Mənə inanmısınız da möminlər. Namaza çağırıldınız azan vaxtı, cümə günüdür. Cümə günüdür. İş yüzü bağlayın, bağlayın. Fəs'au ilə zikrillah. Tələsin Allahı yad eləməyə və zərül bəy. Alışverişi buraxın. Öz əlindədir. İndi müdür buraxmır, o başqa məsələ. Gündəlik namazdır, iş vaxtıdır. Azan gəlir. Hayya aləs-salah. Eşidir, getmir. Ədəbsizlik. Ədəbsizlik. Başqa adı yoxdur. Övladı çağırırsan. Oğlum cavab vermir. Adını deyirsən, filan kəs cavab vermir. Mənim balam cavab vermir. Nə qiymət yox, ədəbsiz uşaq. Datasını sayılır. Allah deyir, hayya aləs-salah. Eşidir. 2 dəfə. Hayya aləs-salah. Bir də. Eşidir. Hayya aləl-fəlah. Çağırır. Belə eşidir. Hərəsini 2 dəfə. Yəni çağırda çağır, bəlkə birində ayıldı. Oturub öz işindədir. Öz işindədir. Sonra deyir, bu müşkül hardan çıxdı mənim üçün? Bu problem hardan çıxdı? İşim deyir, daşdan çıxır. Ustad ayaqla behçət dedi ki, hacətləriniz gec verilir, narahatsız. Siz Allahın işini qabağa salın. Vaxtında namazın oldu, vaxtında problem gələn kimi həll eləsinizsiniz. Sən onun işini niyə gecikdirsin? Ricalun la tulhihim ticaretun və la bey'un an zikrillah. Allah tərəfli deyir, o kişilər ki, nə alış-veriş, nə ticarət onları Allahı yad eləməkdən uzaqlaşdırmaz. Azam verildi, işini saxladı, getdi. 10 dəqiqə qıldı da, günorta lazım deyil. O bir gedəsən səcdədə ağlayasan, saatdan yox. Müştəri gözləyişim var. Günorta namazını xülasə elə. 10 dəqiqə, 15 dəqiqə, gedişimi gör. Kim mənim zikrimdən üst çevirsə, onun həyatı sıxıntı içində keçər. Bəli, qazanar, amma xərcləyər. Pis yerə xərcləyər. Qazandığının dadını çıxarda bilməz. Bezər. Ruzusu olmaz onun. Ruzusundan faydalana bilməz. Mən yazdıqlarımı yenə də üstündən keçirəm ki, çox vaxtınızı almayın. Allahın hesab kitabı ilə yaşasa insan, onun əvəzini həyatında görür. Bir uşaq xəstələnib müalicəsinə nə qədər pul xərcləmişim. Bir yer var idi, verməliydin, vermədin. Dedim, qabaq düşərəm. Orada verəcəkdin, həm qəlbin şad olacaqdı, həm ruzusu əvəzində artıqlamasından gələcəkdi, hər şey qaydasında olacaqdı, vermədin, buradan çıxır. Ondan çox xərcləyirsən, stres içində, ona deyirsən, doyla, buna deyirsən, uşağın dərmanına xərcləyirsən. Bunu mən demirəm. Demirəm, amma bütün uşaq xəstələnənlər verməyib. Bəziləri var, Allah sınağa çəkir, övliyalara da bunu verir. Amma çoxsu belə deyil. Çox başımıza gələn bəlalar Allahdan qabaq düşmək istəyindən yaranır. Peyğəmbər deyir, azan veriləndə biz onu tanımırdıq, o da bizi tanımır. Namaz çox mühümdür. Deyir ki, namazı ki gec qıldın, namaz bəddua edir. Zəyyətəni, zəyyəhəkəllah. Məni zay elədin, Allah səni zay eləsin. Namaz dilə gəlir. Vaxtında gözəl qıldın, deyir, kərrəm təni, kərrəməkəllah. Məni əziz tutdun, Allah səni əziz eləsin.